Bir-birinin antonimi ola bilməyən sözləri müəyyən edin. Antonimlər əks mənalı sözlər olub, eyni nitq hissəsinə aid olur və burada cavab bu variantdır. Çünki bağlanmış sözü muş şəkilçisi ilə düzəlmiş fe'li sifətdir, yəni fe'ldir. Açıq sözü isə nitq hissəsi olaraq sifətdir və bu sözlər antonim hesab oluna bilməz. Digər variantlara baxsaq, açıq və tünd hər ikisi sifətdir. Eniş yoxuş isimdir, fərqli eyni sifətdir, tox ad sifətdir və əks mənanı bildirirlər. Qalın saitlə başlayıb incə saitlə tamamlanan sözləri müəyyən edin. Qalın saitlərimiz A, I, O, U, incə saitlərimiz E, Ə, İ, Ö, Ü. Burada A və Ə, A qalındır, Ə incədir, biri seçirik. A qalındır, İ incədir, beşi seçirik. U qalındır, İ incədir, dördü seçirik. Cavabımız olacaq 1, 4, 5. Müqayisə cədvəlində əvvəlində işarə qoyulmuş sözlərlə bağlı uyğun olmayan fikirləri müəyyən edin. Xəyanət zəiflərə, digər sözümüz isə aza sözüdür. Burada zəif sözü nitq hissəsi olaraq sifətdir, lakin isimləşib. Az sözü isə saydır, o da isimləşib, yönlü halda işlənib. İsimləşib fikri olmalı idi aşağıda. Çünki hər ikisi isimləşmiş sözdür. Deməli, bir yanlışdır. Əlamət bildirən sözdür. Bəli, zəif sözü sifətdir. Sifət bilirik ki, əşyanın əlamət keyfiyyətini bildirir. Deməli, 2 doğrudur. 3-ə yazıb saydı. Bəli, az sözü saydı. İsmin sualına cavab verir. Bəli, hər ikisi isimləşdiyinə görə ismin sualına cavab verir. H şəkilçisi qəbul edən isimdir. Heç biri isim deyil. Ona görə bu da yanlış fikirdir. Cavabımız olacaq 1 və 5. Tərkibində dodaqlanan sait olmayan söz hansı cümlənin tərkibindədir? Dodaqlanan saitlərimiz O, U, Ö, Ü. Təbii ki, biz tələffüzə baxırıq. Monoqrafiya sözü monoqrafiya şəklində tələffüz olunduğu üçün cavabımız elə bu variantdır. Monteur, mantiyor olur. Burada O var. Moderatorlar. Burada da O var. Ülər var burada. Möcüzə sözündə Ö, Ü var. Bunlar da dodaqlanan saitlərdir. Cədvələ uyğun sözlər hansılardır? Yalnız say kimi işlənə bilər. 1/3, az, yüzlərcə. 1/3 yalnız saydır. Az sözü isə həm azmaq feili kimi amonim sözdür, həm də az zərf kimi də işlənə bilir. Deməli, 2 yanlışdır. Yüzlərcə yalnız say ola bilir. Yerinə görə həm say, həm başqa nitq hissəsi kimi işlənə bilir. Bir çox sözü yalnız say ola bilir. Bir qədər sözü də zərf ola bilər. Hərəkətin miqdarını bildirə bilər. Deməli, 5-i seçirik. Minlərlə sözü isə yalnız say olur. Cavabımız olacaq 1, 3 və 5. Hansı cümlənin sonuncu sözü yerinə görə amonim kimi işlənə bilər? Etibar sözü amonim deyil, bilməlidir sözü amonim deyil, qaranlıq amonim deyil, gəlir sözü amonim deyil. Baxmayaraq ki, gəlir sözü iki cür düşünmək mümkündür, lakin bu zaman həmin sözün başlanğıc forması fərqli olacaq. Bir dəfə qrammatik şəkilçi, bir dəfə isə leksik şəkilçi olacaq. Belə sözlər amoform adlanır, amonim hesab olunmur. Cavabımız bu sözdür. Nəticə sözü. Nəticə sözün hər iki mənası isim olub amonim sözdür. Nəvə nəticə mənasında, bir də hər hansı bir işin nəticəsi. Paxıllıq ürək üçün zəhərdir cümləsində əsas nitq hissələrinin hamısına aid fikirlərdir. 3 əsas nitq hissəsi var, hər üçü də isimdir, yəni əşyadır bildirir, doğrudur. Qrammatik şəkilçi qəbul etməyib, bu yanlışdır, çünki zəhərdir sözündə dir xəbərli şəkilçisidir və o qrammatik şəkilçidir. Hər üçü adlıq haldadır, bəli. 3-ü seçirik. Gözlə görülə bilir, bu yanlışdır, çünki paxıllıq sözü mücərrəd isimdir, gözlə görülə bilmir. Cavabımız olacaq 1 və 3. Hansı sözlər çoxaltma dərəcəsində işlənə bilməyən sifətlərdir? Evdəki sözü çox evdəki deyə bilmərəm. Aydını deyə bilərəm, çox aydındır, çox yaxşıdır. Çox irəlidəki deyə bilərəm. Deməli, bu da çoxaltma dərəcəsində işlənir. Çox dünənki deyə bilmərəm. Deməli, bu da çoxaltma ola bilmir. Biz bilirik ki, bütün sifətlər dərəcələr üzrə dəyişə bilmir. Cavabımız olacaq 1 və 4.
Nə qədər düşünsək də bir sıra suallara cavab tapmadıq cümləsindəki sözlərlə bağlı doğru fikirlərdir. Cəm şəkilcili isim təkdə verilə bilməz. Suallar sözü cəm şəkilcili isimdir burada və təkdə verilə bilməz. Çünki bir sıradan sonra mütləq cəm isim gəlməlidir. Deməli, bir doğru fikirdir. İki say işlənib. Burada cəmi bir dənə say işlənib, o da bir sıra sözüdür. Deməli, bu yanlışdır. İsimlərdən biri adlıq haldadır. Burada nə qədər düşünsək də bir sıra suallara cavab tapmadıq. İki isim var. Suallara yönlü haldadır. Cavab tapmadıq. Cavabı tapmadıq. Bu isə qeyri-müəyyən təsirli haldadır. Doğru fikir deyil. Əşyanın miqdarını konkret bildirməyən saydan istifadə olunub. Bəli, söhbət bir sıra sayından gedir. O da qeyri-müəyyən miqdar saydır. 1, 4 olacaq doğru cavabımız. Altından xətt çəkilmiş sözlərin hər ikisinə aiddir. Yarayanlar sözü yarıyanlar şəklində tələffüz olunur. Yaramırlar, yaramırlar şəklində tələffüz olunur. Qarşılığı olmayan samitlə başlayır. Y samitinin qarşılığı var. İx samitidir. Deməli, bu yanlış fikirdir. Şar samitlə bitir. Xeyr, hər ikisi R cingiltili samitlə bitir. Ahəng qanuna tabe deyil. Hər ikisi tabedir. Uzun tələffüzundan sait yoxdur. Bəli, cavabımız elə bu variantdır. Qapalı saitdən istifadə olunmayıb. Yarayanlar sözündə istifadə olunması da yaramırlar sözündə I saiti qapalıdır. Deməli, bu da yanlış fikirdir. Ana hansı cəhətinə görə Yunanlarla müqayisə olunur? Zəhmətsevərliyinə, təfəkkürünə, mehribanlığına və düşüncə tərzinə görə cavabımız 2 və 4 olacaq. Həmin hissəyə də nəzər salsaq görərik ki, burada yazıb ki, Yunan dramaturgiyasında obrazların hamısı fəlsəfi təfəkkür sahibidir. Və onun qadının mühakiməsini Yunan təfəkkürü ilə müqayisə etməkdə yanılmıram deyir. Deməli, burada ananın təfəkkürü və düşüncə tərzi nəzərə çatdırılır. Ananın malqaranı məhz yad adamlara satmasının səbəbləri hesab oluna bilər. Mətnə nəzər salsaq görərik ki, burada ana qeyd edir ki, yaxın adamlara satsam, gözünüzün qabağında olacaq, sizə pis təsir edəcək. Bir də ki, yaxın adam inək buynuzunu hərləyəndə onun sahibini söyər. Yad adamın belə şey ağlına gəlməz. Deməli, iki səbəb var. Birincisi odur ki, malqaranın övladlarının gözünün kənar olmasını istəyirdi. Bir də yad adamların malqara sahibinə olan münasibəti. Cavabımız 2 və 4-dür. Hansı cümlə mətnə əlavə olunsa, tərkib hissələri arasında əlaqə pozular. Yəni, biz hansı cümləni mətnə əlavə edə bilmərik. Yaşlı adamlarda yaddaş problemi ola bilər. Bu, mətnin bu hissəsinə uyğun gəlir. Anası söz dedikdə, oğlan heç nə demir, sakitcə onu dinləyir ki, və qeyd edir ki, qorxu var ki, məndə anamın söz yadından çıxa bilər. Elə bu cümlədən sonra bu birinci cümləni əlavə edə bilərik. Həyətimizin gözəlliyi heç dəyişməmişdi. Bunu isə qoya bilərik. Həyətə daxil olanda gördüm, anam vaxtilə atamın həmişə oturduğu yerdə əyləşib bu cümlədən sonraya. Adama heç vaxt yaxın adamlardan fayda gəlməz. Mətndə belə bir fikir yoxdur. Cavabımız elə bu variant olacaq. Nəvə nəticələr anamı dövrəyə almışdılar. Bunu isə biz qoya bilərik. Hansı ki o qeyd edir ki, ay ana, gör sənin yana nə qədər nəvə nəticə gətirmişəm. Bundan sonra əlavə edə bilərik. Ona görə də susmağa üstünlük verirəm. Bunu da elə bu hissəyə aid edə bilərik ki, susmağa üstünlük verir. Çünki qorxur ki, anasının söz yadından çıxa bilər. Deməli, düzgün cavabımız bu variantdır. Mətnə əsasən hansı fikri doğru hesab etmək olar? Cavabımız elə birinci variantdır. Övlad anasının görüşünə tək getməyib. Orada qeyd edir ki, gör sənin görüşünə nə qədər nəvə nəticə gətirmişəm. Ana yaxın adamlarla heç bir ünsiyyət qurmaq istəmir. Bu səhv fikirdir. Oğlu ilə ünsiyyət qurur. Həmçinin burada misal çəkərək Süleyman peyğəmbərdən məsəl gətirərək qeyd edir ki, oğlu öz ev eşiyinə qayıtsın, onlarla birlikdə yaşamaq istəyir. Deməli, bu fikir yanlışdır. Hadisənin tətil günləri ərzində baş verdiyi məlum olur. Ümumiyyətlə, burada zamanla bağlı bir məlumat yoxdur. Ana şəhər həyatını sevmədiyini bildirir.
Ana nitqində belə bir fikrə rast gəlmirik. Ailənin bütün üzvləri şəhərdə oğulla birlikdə yaşayır. Bu yanlışdır, çünki mətndən belə məlum olur ki, ana kənddəki evdə yaşayırdı. Deyir ki, atam dünyanı tərk edəndən sonra anam malqaranı yaxın yox, öz qadınlara satmışdı. Sonra həyata daxil olanda oğlu hər şeyin əvvəl kimi qaldığını görür. Belə çıxır ki, oğlu və anası ayrı yaşayırlar. Deməli, bu fikir də yanlışdır. Müqayisə cədvəlinə əsasən doğru fikirlərdir. Ana kövrəkdir. Bəli, ana nitqindən bəllidir ki, ana kövrək xarakterli insandır. Həm də nənədir, bəli. Çünki oğlu onun yanına nəvərəsini gətirmişdi. Deməli, cavabımız elə bir ikidir. Oğula qətiyyətli deyə bilmərik. Çünki qətiyyətli o insanlardır ki, onlar qarşısına hər hansı bir məqsəd qoyur və o məqsəd uğrunda mübarizə aparır. Oğlun belə bir fəaliyyətini görmürük. Məişət qayğılarına az vaxt ayırır. Bunu nisbətən oğula bəlkə də aid etmək olar, amma anaya heç aid etmək olmaz. Ana oğlundan gileylənirdi ki, o kənddə gəlib onunla bərabər yaşamır. Yəni məişət qayğılarına oğlun az vaxt ayırdığını düşünürdü hardasa, amma ana isə yəni anada elə bir şey görmürük ki, o məişət qayğılarına az vaxt ayırsın. Əksinə ana qayğıkeş idi. Ananın oğuldan təmənnası nədir? Yəni gözləntisi nədir? Gözləntisi odur ki, o Süleyman peyğəmbərdən istat gətirərək oğluna bildirir ki, o ata yurduna qayıtsın, onunla bərabər yaşasın. Ona görə də cavabımız olacaq ata yurduna qayıtması. Qarşısında hansı rəqəmlər yazılmış cümlələrdə məcazi mənalı ifadə işlənməyib? Cavabımız 1, 2, 4-dür. Üçüncü və beşinci cümlədə məcaza rast gəlirik. Beşinci cümlədə məcaz deyir ki, bəs niyə indiyə qədər ağzını açmamışsan? Yəni ağzını açma burada məcazi mənada işlənib. Yəni bir söz deməmisən, danışmamısan. Bir də üçüncü cümlədə isə ağlına gəlmək frazeoloji birləşmə olduğu üçün məcazidir. Ona görə də cavabımız 1, 2, 4-dür. Mətndəki çərçivənin yerinə hansı söz yazılsa kontekstə daha uyğun olar? Burada Yunan dramaturgiyasında obrazların hamısı fəlsəfi təfəkkür sahibidir. Söhbət qədim Yunan dramaturgiyasından gedir və həmin cümləyə uyğun gələn söz, ən uyğun gələn söz qədim sözüdür. Süleyman peyğəmbərdən sitat gətirməkdə ananın məqsədi nə idi? Əslində bu sualın cavabı bizə məlumdur. Çünki burada qeyd edir ki, Süleyman peyğəmbər deyir ki, oğul ata yurdunu tərk etsə, var-dövlət nökərə çatar. Deməli, ananın burada yeganə məqsədi o ola bilərdi ki, o oğlunun ata yurduna qayıtmasını, atanın qoyub getdiyi mal-mülkə sahib çıxmasını istəyirdi. Müdrik o adamdır ki, öz təcrübəsi və ağlı ilə başqalarının nümunə olur hökmünü mətninə əlaqələndirib fikrinizi yazın. Biz burada müdrik şəxs olaraq ananı vurğulaya bilərik və ananın öz oğluna hansı hərəkətlər nümunə idi, onu yazmaq lazımdır. Misal üçün, burada əvvəldə yazıb ki, yaxın adamlara ona görə malqaranı satmır ki, istəmir ki, onlar uşaqlarının gözünün qabağında olsun. Yəni burada ananın davranışı müdrik bir davranış kimi oğula nümunə ola bilər. Sonra ananın Süleyman peyğəmbərlə bağlı e, misal çəkməsi, oğluna məsləhət verməsi, bu da onun müdrikliyini göstərir. Bu məqamları vurğulamaq mümkündür. Əvvəldə işarə qoyulmuş hansı abzasın aid olduğu tərkib hissəsi doğru göstərilməyib. Burada qarşısında üçbucaq olan hissə, yəni bu hissə birinci abzasımız giriş, sonuncu abzasımız olacaq bizim nəticəmiz, yəni qarşısında dairə olan abzas nəticədir. Ortada qalan hissələrin hər biri isə əsas hissəyə aiddir və burada cavabımız bu olacaq. Çünki kvadrat olan abzasımız əsas hissənin birinci abzası hesab olunur. Üzərində rəqəm yazılmış söz qarşısındakı mötərizədə verilmiş nümunə ilə əvəz oluna bilər. Baxaq görək söhbət hansı sözdən gedir. Səngiməyib, azalmayıb. Deyir ki, qədim Yunan filosoflarından başlayan yaxşılıq barədə debatlar hələ də səngiməyib, azalmayıb. Yəni, bəli, səngiməyib, azalmayıb eyni mənanı ifadə etdiyi üçün cavabımız elə bir olacaq.
Yəni bizim münasibətimiz də vacibdir, çünki əməllərimiz münasibətimizdən, fəaliyyətimizdən irəli gəlir. Münasibət və fəaliyyət tamam ayrı-ayrı şeylərdir. Fəaliyyət artıq həyata keçirilmiş hərəkətdir. Münasibət isə özündə hər hansı bir hərəkəti göstərmir. Nəyəsə münasibətimiz hər hansı bir hərəkəti etməyimizi göstəricisi deyil. Asandır, vacibdir deyə bilmərik, çünki bunlar da tamam ayrı-ayrı ifadələrdir. Vacib sözü vacib, önəmli, mühüm deməkdir. Daxildir, içindədir. Burada içindədir sözü kontekstə uyğun gəlmir. Çünki qeyd edib ki, insanların müəyyən şeylərin yaxşı və ya pis olduğunu düşünmə səbəblərini öyrənmək də daxildir. Yəni bura aiddir. Öyrənmək də aiddir deyə bilərik, içindədir deyə bilmərik. Yaxşı fikir əməllərimizin, yəni düşüncələrimizin, bu da yanlışdır. Çünki yenə də əməl bizim həyata keçirdiyimiz hansısa bir fəaliyyətimiz ola bilər. Düşüncə isə həyata keçirilməmiş fəaliyyətlərimiz də ola bilər. Əməl və düşüncə tamamilə ayrı sözlərdir. Mətndə çərçivə daxilindəki ifadənin şərhi əsasında uyğun fikirləri müəyyən edin. Çərçivə daxilindəki ifadə verdikləri sözləri tutanda təbii ki, məcazi mənadadır. Sözü tutmaq olmur. İkini seçirik. Sözü bütöv olmaq deməkdir. Sözünü tutan adama sözü bütöv adam deyirlər. Onun hər yanında sözü keçir, yox. Bu sözü keçərliliyə aiddir. Cavabımız olacaq 2 və 3. Mətnə görə yaxşı adamın xüsusiyyətləri hansılardır? Bunun cavabı mətnin elə birinci abzasında qeyd olunub ki, insanlar dürüst, nəzakətli olanda, verdikləri sözü tutanda, əllərinə gələn ən yaxşısını edəndə yaxşı adam adlandırılır. Deməli, bizim də düzgün cavabımız dürüstlük olacaq, nəzakətli və sözünü tutmaq. Cavabımız 2, 3, 5-dir. Mətnə əsasən yanlış fikri müəyyən edir. Yaxşılıq məsuliyyətlə də bağlıdır. Bəli, mətndə qeyd olunub ki, biz bizi əhatə edən dünyaya necə təsir edəcəyimiz barədə məsuliyyət və həssasla düşünməyimizdən irəli gəlir. Deməli, biz davranışlarımızı həyata keçirməzdən öncə bunun məsuliyyətini dərk etməliyik. Yəni bu fikir mətndə var. Yaxşılıq tək bir insanın düşüncələri ilə bağlı deyil. Bəli, bu da doğru fikirdir. Çünki burada yazıb ki, yaxşılıq barədə düşünən insanlarla danışmaq lazımdır. Müxtəlif cəmiyyətlərin nə düşündüyünü, niyə belə düşündüyünü öyrənmək, insanların müəyyən şeylərin yaxşı pis olduğunu düşünmə səbəblərini öyrənmək də daxildir. Yəni təkcə bir insanla bağlı deyil, həmin insanın çevrəsində olan digər insanlar da həmin insana təsir edə bilər. Bütün qədim filosoflar yaxşılığın nə olduğunu müzakirə ediblər. Cavabımız bu olacaq təbii ki, çünki biz mətndə qeyd olunub ki, qədim Yunan filosofları bu haqda danışıblar, amma bütün qədim filosoflar təbii ki, bu yanlış fikir olacaq. Yaxşılıqla bağlı müzakirələr qədim dövrlərdən də olmuşdur. Elə baxdığımız nümunə Yunanistanın misal çəkilməsi bunu göstərir. Hər bir şəxsin yaxşılıq barədə fikirləri eyni olmaya bilər. Çünki burada qeyd olunub ki, hamımız özümüzə sual verməliyik. Mənə görə yaxşı nədir? Niyə bunun belə olduğunu düşünürəm? Yəni hər kəsin fərdi öz subyektiv yanaşması ola bilər. Hər kəs özünə sual verməli və bu suallara cavab tapmalıdır. Hansı sözlə başlayan abzasda mətndən çıxan nəticəni müəyyən etmək olar? Mətndən çıxan nəticə ilə adətən mətnin nəticə hissəsində olur. Burada da cavabımız buradan sözü ilə başlayan abzasdır. Yəni bu abzasda biz görürük ki, artıq mətn nəticəsi göstərilir ki, yaxşı fikir bizim əməllərimizdən, əməllərimizin həm bizə, həm digərlərinə, bizi əhatə edən dünyaya necə təsir edəcəyi barədə məsuliyyət və həssaslıqla düşünməyimizdən irəli gəlir. Yaxşı insan üçün, olmaq üçün nələr etmək lazımdır? Artıq bu mətn nəticə hissəsidir və cavabımız da olacaq buradan sözü. Mətnə əsasən klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Yaxşılıq nə ilə bağlıdır? Düşüncələrlə. Digər cavabımız olacaq əməllər, bir də münasibətlə, yəni 2 və 3. Bunu da mətnin bu hissəsində görürük. Burada qeyd olunub ki, təkcə yaxşılıq bizim əməllərimizlə yox, həm də düşüncələrimizlə bağlıdır. Yəni bizim münasibətimiz də vacibdir. Deməli, həm düşüncəmiz, həm münasibətimiz, həm əməllərimizlə bağlıdır. Mətnin sonundakı nöqtələrin yerinə uyğun ifadəni müəyyən edin. Sonunda nöqtələrdə qeyd olunub ki, yaxşı insan olmaq üçün nə etmək lazımdır? Mətndən belə bir qənaətə gəlirik ki, özümüzə rəva bilmədiyimizi başqalarına da rəva bilməməliyik. Digər variantlar mətnin məzmununa ziddir. Mətnə görə həyatda insanların yaxşı sözündən istifadə etməkdə məqsədləri nədir?
Bu sualın cavabı mətnin birinci abzasında göstərilir. Birincisi odur ki, həyatımızı yaxşılaşdıran şeyləri, ikincisi isə insanların bir-biri üçün etdikləri ürəkaçan əməlləri təsvir etmək. Mətnə əsasən doğru fikri seçin və seçiminizi əsaslandırın. Yaxşı olanı müəyyən etmək təbii ki, çətindir, çətini seçməliyik və seçimimizi də bu cür əsaslandıra bilərik ki, mətndə bu hissədə qeyd olunur ki, ta qədim zamanlardan, yəni qədim Yunan filosoflarından başlayaraq, yaxşılıq barədə debatlar hələ də səngiməyib. Deməli, yaxşılığı müəyyən etmək çətindir ki, əsrlər boyu insanlar bu barədə müzakirələr aparıblar.